Axşamınız xeyir olsun. Əziz YouTube-a girib sənə podkast yazan dinləyicilərimiz. Bugünkü podkastımız çox petsat podkastdır. Çünki trendlərdə artıq yerimizi tutmağa hazırlaşırıq və ola bilsin ki, bu podkastımız bir həftəyə 2 milyon belində olsun və bu sözün sahibi Emin Evro kimi tanıdığımız, mən hələ də onu Emin Evro kimi tanıyıram, çünki hal-hazırda Evronun kursu normaldir. Amma Clevis on the track. Xoş gördük. Xoş gördük. Necəsən? Bugün Emin aparacaq verilişi. Çox rahatdır. Aparıcı oldu. Həmişə deyirdi ki, danışan adam istəyirəm, Mən dedim Emin. Emin. Nə qədər istəyirsən danış. Necəsən bə? Sən yaxşı. Çox sağ ol. Sən nətəsən? Şükür. Bala yığışmışıq. Yoxsan ortalıqda yenə də. Biraz Çəkimsən. pauza vermişəm musiqiyə. Nöşün. Nə bilim, mən elə gəlir ki, biraz dayanmaq lazımdır. Hər şey dayanıb, mən də dedim dayanım, saatdan başqa dayan. Qəşəng. Yox, musiqiyə yoxsa azrepə? Çünki azrepdə görmürük səni. Belə məncə sən yazırsan da o. Hip-hopdan gedir söhbət. Hə, hip-hopdan söhbət gedir. Biraz dayandım. Amma musiqilər, yəni yazıram, satıram, aranjmanlar eləyirəm. Niyə belə? Dolanmaq üçün də belə deyil. Yox, bu nə deyir? Hamı hip-hopdan xayp alır, ad qazanır, sonra gedir başqa şeylərlə məşğul olur. Özdə Hip-hopda pul yoxdur da bura. Pop mahnıların qabağında deyəsən özə loqo getmir, ha? Clevis on the track. Yox. Niyə? Çünki alırlar da onu. Yox, alırlar deyəndə şeydə də var da, rapdə də var da alanlar, olur ki, gedir. Amma məsəl üçün Murad Ariflə Elşad Xosenin trackində orada gedir. Pulunu da verib, alıb mahnı. Yox, orada üçlü fit kimi gedir. Mən onu belə gördüm əslində. Clevis, Murad və Elşad. Çünki sən Valnada idin və məncə həm Murada, həm Elşadı bilmirəm. Amma Murada bəlkə lazım idi ki, orada Clevis on the track. Okay, yəni var, onu demək istəyirəm ki, orada var. Prosta mən Aygün Kazımovaya lazım dedim. Sən Aygün Kazımov başlayır da. Clevis on tracki, o hip-hop track olsa, məsəl üçün pop artistləri satsan, orada onu qoymağın yeri var da belə. Yəni bu loqo ancaq hip-hop mahnılar üçün nəzərdə tutulub. O bilsən necə bir şeydir? Mən elə gəlir ki, hansı mahnıya yaraşırsa ora getməyi daha. Axırıncı kimə yazmışdın? Axırıncı dəfə. Mahnı. Hə. Sonuncu mahnı oydu. Bilmirəm, Murad. Orxan Zeynallı və Aysel. Dur, rap-də burada. Orada gedirdi. Orada yoxdur, yox. Orada yoxdur da. Deyirəm də ancaq yaxşı tracklara loqolarını var. Yaxşı track. Milyon vurandan sonra elə bir kəsib ora. Doğrudan birinci milyon alsaydı yığdığım bir. Birinci milyon. Qengdən qabaq var idi. Yox, Fenomzad olub deyəsən. Fenomun da bitsən yığmışdı. Fenom. Fenom səndir. Orada Clevis on the track yoxdur. Var, 100%. Rüzgarın belə üzü gəlir. Hə, yadımdan çıxdı. Fenom da ondan qabaq nə olub? Çantanda da olub da tamam. Yəni Fenom çantanda milyon yoxmayıb. 700 min zat. Çantanda milyon yoxmayıb. Bir də eşələmə. O prosta bilmirəm, yadımda deyil. Fenomdan qabaq çıxıb yoxsa sonra çıxıb. Eşələmədi səndir. Hə. İkisində də var amma. Bu necə borda yox idi? İkisində də var. İkisində də var. Onda eşələmə birincidir, Murad. Eşələm ola bilər. Çünki Fenom Expert Amerikada yox değildi. Fenom Expert burada idi. Yox, Fenomda buradaydı. Hə, onda eşələm Amerikada idi axı Expert. Yox. Yox. Orxan Amerikadaydı. Koç kimsə Amerikada idi. Amerika söhbətləri oradan çəkib göndərmişdi. Düz. Çünki Expert OG ilə bir yerdə klipdə idi. Milyon birinci onlar olub səhv eləmirəmsə. Sonra partlatdı. Sonra getdi hamısı. Məsələn, surfing niyə yığmadı sən istədiyin baxışlar? Mənə elə gəlir ki, surfing o albomun mahnısı deyildi. Deyildi. Çünki doğrudan o mahnıya mən də stavka edirdim. Bina albomunun davamı kimi. Davamı kimi. Rus gəldi. 11 Rus sektorda. Emin Evro'nun şeyi qalıqları. 2009-dan belə Rus sektoruza sonra yazarıq. Az sektoram mən. Hə, prosta yox, surfing track istəyirdim, mənim də xoşuma gəldi. Yəni albomda, sən desən ki, o davamı idi, amma çirkin albomda elə bir mən belə düşünürəm, 2 yerə bölünmüşdü də. Birinci tərəfi belə biraz çılğın tracklər, falan, rap, zat. Amma ikinci tərəfdə surfingin janrı deyək də, belə type olaraq o albomun yığmaq səbəbi inanmıram ki, tam olaraq odur. Ümumiyyətlə albomun özü istənilən baxışlar gətirmədi, razıyam. Həm paylaşılma vaxtı, nə bilim, əvvəlcədən heç bir promo falan anons deyə, heç nə olmadı. Nə bilim, bəlkə də insanlar, yəni o mahnının
Qaçırdıblar. Hə, O da ya da var, ki hə. tərsinə də sevmirlər. Olar da. O da ola bilər, hə. Kısaca bu deyirəm mahnılar bərəvələrdə. Prosta mənə də maraqlı olub ki, yəni Clavis sinapsın tərkibində olub. Hə. Necə oldu? Necə yəni? Yox, başa soruşuram ki, həmişə o ayrı bir dünya kimi var. Daha ayrı bir otaq idi da həmişə də. Yəni ki, Emin Yox, Synapse-ın studiyasının bir hissəsində də mən var idim. Bir hissəsində səs yazma idi. Bir hissəsi Pasterin otağı idi. Biri məsəl üçün video. Pastor otağı общежитие idi elə bil. Ora böyük idi. Həmişə orada kimsə var idi biraz. Əslində ora şey otaq idi ki, orada müzakirə eləyirdim, brainstorming zad Yes, falan yes. filan. Bu tərəf beatmaking tərəfi, yuxarıda səs yazma, vodka belə də. Synapse-ın tərkibində olmuşam, indi də tərkibindəyəm. Prosta işbirliklərimiz biraz aralanır. Niyə? Çünki studiyanı köçmüşük o bildiyimiz yerdən. Və mən indi o studiyada fəaliyyət göstərməyəcəm. Çünki mənə çox uzaq gəlir düşür. Amma məncə sən bundan qabaq da aralanmışdın onlardan. Yox, oradaydım axı. Necə aralanmış? Yox, mən çünki nə bilim mənə elə gəldi ki, yəni bu bir moment var idi. Sən getdin, sonra təzədən qayıtdın. Yəni sən bir ara getdin bir studiyaya, sonra təzədən qayıtdın. Hansı studiyaya? Yox, mən heç bir studiyaya getməmişəm. bir şeydir, Ralph Kingsley söhbətini. Yox, o studiyaya getməmişəm axı. Əksinə elə ona görə Mənə elə gəldi ki, sən getdin, çıxdın Synapse-dan. birincisi o studiya yox idi. Aha. İkincisi mən ora elə bir şey heç harda deməmişəm ki, mən keçirəm ora və yaxud qalıram burada, belə bir söhbət olmayıb. Mənə təklif olundu. Mən də imtina elədim o təklifdən. Figo'da da, Barcelona'da. Hə, imtina elədim ki, yəni mən belə şey eləyə bilmərəm də ki, məsəl üçün hansısa səbəblərə görə mən buranı qoyuram və belə gedirəm. Çünki mənim nə bilim kompüterim yox idi, kolonkam yox idi, heç bir aparaturam yox idi. Şamxal mənə Synapse-ın studiyasının açarını vermişdi. Hələ 2018-ci ildən danışıram. Yes. Ki gəl, ürəyin nə vaxt istəyir, işlərimi gör də. Mən onu da bilmərəm axı, yəni elə yaxşılıqları məsəl üçün deyim. Kısaca biz keçən həftə bir post paylaşmışdıq. Mən öz Telegram kanalımda paylaşmışdım və orada yazmışdım, kısaca Telegram kanalına abunə olun. Orada paylaşmışdım ki, yəni çox belə bir qonaq gəlir bizə. Çox həyəcanlıyıq əslində. Yəni ilk dəfədir ki, belə həyəcanlıyıq. Adətən yəni biz podkastda çox rahat oluruq da. Özümüz rahatıq deyə qonağımız da rahat olur da. Yəni görürük ki, yəni svoyski ab-hava var. Və həmin gün o artisti çəkməli idi, prosta çəkmədi. İnşallah deyən biləsiz, artist Elşad Xose idi. Yəni prosta Elşad Xoseni biz saat 8-dən düz saat 12-yə kimi gözlədik. Özdə bir sutqayı gözlədik, günorta 12-yə qədər. Xose gəlmədi. Xose gəlmədi. Xose kısaca konserti. Hətta biz də onu fikirləşdik, konsert qabağı. Bəlkə də mən Ulvira xanım kimi geyinib gəlmişdim. Ki bəlkə belə gələr. Bəlkə baş ora qarışıb deyə. Nəsə Xose gəlmədi, alınmadı. Manifest. Dedi ki, yəni gəlmirəm. Qısacası mən Xosenin bərk fanatı olmuşam uşaq vaxtı. Uşaq vaxtı deyə yəni 11-12 yaşında. İzləyicilər bilmir də sən Xosenin bərk parodiya edə bilirsən. Yox, bilirlər. Bəziləri bilir. Bir ara bir dəfə Xosenin bitini yığdım. Sousu sıfırdan yığdım. Və yox, şeyə girdim. Minusunu axtarmağa. Tapa bilmədim minusunu heç cür. Dedim, bitmaker deyirəm qardaş. Mənim işim nədir? Davayda oturdum yığdım. Pastor dedim ki, bir dənə gəl arxada Ram Raidlə siz oynayın. Rəqs eləyin prosta. Arada bekləri falan deyil. Mən də deyim ki, bəli, Xose yenə yerindədir. Elədim. Xose yenə yerindədir. Belə pikdir də. Sən hardasa qorxsan elə biləcək Xose. Fitin olmayıb Emin Nəcəbsən. Olub. Çıxır. 2012 idi səhv eləmirəmsə. O üçmən qavamı çıxır. Hə, çıxıb. O vaxt prosta nə Instagram, YouTube zat ümumiyyətlə Boxçada idi bə. Hə, Boxçada, nə Tacazda və saytlarda idi. Navidə yazmaq lazımdır. Arxivini çıxarsın. Hə, adı belə idi, Kör Sevgi. Kör Sevgi. Svetsin var. Sevgi. 2 dənə sıyla. Hətta
səs yazma elədik. Elşadın səsini zapis elədim. Sonra Elşad yola saldım, getdi. Sonra özümü zapis elədim. Nəsə mix mastering oldu falan. Elşad gəlmişdi ki, bir neçə hissəni bəlkə dəyişərəm falan, baxsın. Belə idi ki, birinci hissə Elşadın səsidir, sonra mənim, sonra Nəqarət gəlir. Elşad qulaq asanda, qulaq ası birinci hissədən keçir ikinci hissəyə. Arada bir dənə belə takt boşluq var da, başa düşdü. Qulaq asdı belədir. Burada qaqaş hansı mənəm? Çox oxşuyur. Bizə necə? Bura özümdən asılı deyildi həqiqətən. Mən otururdum, yəni plagiat albomu var ya. Elşadın plagiat albomu və İxlas albomunu sıfırdan, yəni canlı oxuyaram da. Adamın back vokalist. O qədər əzbər. Ona görə rüzgarla işləyir. Onun konsertində çıxaram, ona elə kömək eləyərəm ki, yəni onu heç kəs eləyə bilməz. Özü oxumasın, prosta baxsın. Mən getdim evə. Prosta ağzını açsın, həm səs olaraq çox avtomatik şuur altında onun kimi deyirdim. Həm çitqalar, həm sözlər, həm də vizual olaraq da başlamışdım oxşatma. Saçımı uzatmışdım belə maraqlı. Alovdan bir dənə trek var idi, Tural Xaossadı. Orada konkret Dövran. Tam olaraq o deyildi. Zor Amma orada Avtaçın birinci dəfə Emin siz bilirsiniz də Alov orada prosta belə girib də söhbətə də. Anacan. Yo. Ümumiyyətlə o fitdə olmalı deyil. Tural Xaos və mənim fitim idi o. Bizim proses o vaxtı. Spot qiliyamiz yox idi. 2000 nə idi? 11 idi, 12 idi, bu illərdə idi. Səs yazma studiyamız yoxdur, pulumuz da yoxdur. Harda zapis eləyək, niyə? Nəsə Turalda ki, məndən 5 betər. Can ay baba. Qardaş kasıb vaxtlarımız. Niyə? Gedək bəs 5:45-ə getdi. Nəsə 5:45-ə treki qoyduq, oxuduq, yazdıq daha doğrusu oxuduq. Alov dedi ki, problem deyil, yazaq, amma bir dənə şərtim var. Bəs mən də fitə girim. Biz də dedik ki, yox da, sənin dəxlin yoxdur da bu fitə. Yəni mənasızdır da sənin burada olmağın. Həm verse olaraq, yəni Amma səsi zor idi Alovun. Alovun tembri zordur. Radio DJ kimi partlada bilərdi, nəsə. Dedi onda brat, qardaşım yazmıram da, zapis eləməm. Biz də Tural'la fikirləşdik, xüysini. Qoy olsun. Direktdə də. Əsas biz idi də çıxsın. Sonra klipsdə necə dərinə getdiniz? Sonra Tural'la dedi ki, brat, niyə? Yox, onda Alov kömək elədi. Bizə dedi ki, brat, çəkilişi bəs kömək eləyəcəm, mən adamı zat gətirəcəm, çəkiliş eləsin. Görsən, Amma tuzdurmuşdu çıxdı şəhərə Dövran. O vaxt tuzdurmuşdu. Adam bir dənə Nəqarət yazdı ora. Tural'ın qəşəng. Nəqarət çox bomba. Tural Xaosunda, yəni versus çox Mən pikdir. Tural Xaosun fanatıyam. Tural Xaosun, brat, ən bomba üstünlüyü bilirsiniz nə idi? Adam heç vaxt vərəqə yazmırdı. Elə bir ki, verse deyil 16-lıq. Dayanmışıq, hər özün versunu yazır, nə biri minusu düzəldir, nə eləyir. Mən qutardım. Amma nə qutardım? Sən elə ara yazdın. Deyib sən mən bilmirəm də narahat. Pol mexancı ola bilər. Brat girdi də, başa düşdün. Brat beyninə yazdı. 16-lıq deyildi çıxdı, vəsə. O belə adam olar. Daş dövrü. İndi o hardadır, nə edir bilmirəm. Xəbərim yox. Ümumiyyətlə olan Zigi ilə bir yerdə çox bomba kollabları var idi. Zigi Tural Xaos. Tural Xaos kiminlə bu trekdə mənim çox xoşuma gəlir. Ümumiyyətlə Brat, mənə Döşver trekindəki Nəqarət çox şedevrdir. Seryoz mahnılar. O seriozdur ki, o mırtay. Azərbaycan repinə gəlib getmiş. Dövran seriozlu mahnı idi. Yaxşı da Özdə yadımdadır, o vaxtda Facebookda hamı paylaşırdı. O vaxt YouTube qozlayan yox idi asobada, hamı Facebookda bunu paylaşırdı. Yadımda. O klip Facebookda hər yerdə. İpriyoz, onun minusu şeydən çox məşhur idi belə. Hə, lirik minus yazırsan o gəlirdi də. Sonradan məşhurlaşdı o. Daha çox remixləri falan çıxdı. Əvvəllər elə yox idi. Rıza bizdə qonaq gəldi ki, mənim prodüserim Clavis'dir, amma heç nə eləmədiniz. Baxın boş-boşuna incidi. Brat, əslində çıxan baxmıyor. Əslində ellər prosta kırıtı. Nə iş görürsünüz? Rıza ilə bir neçə dənə proyekt elədik, amma bu biz iki tərəfli işləyirdik Rıza ilə. Həm söz, musiqi falan yazırdıq, aranjman edirdik, bunu satış üçün. Mən onu saymıram, brat. Yəni bu işdir. Bir də həm də ki, Rızanın musiqi prodüseri kimi fəaliyyət göstərirdim. İndi də göstərim. Prosta işlər çıxmır ortaya. Ortada işlər çıxmamağına səbəb də studiya məsələləri. Yox, niyə? Jayco ilə fit çıxdı. Amma sən bitin yoxdur. Bu Jayco'nun şeyidir də, yəni. Yox, mən bildiyim, okeydir. Sən desən ki, mən Rıza ilə işləmişəm, amma Rıza ilə bu
işlədiyin var. Rıza nə vaxt gəlmişdi? 1 il olardı Rızanın podkastı. Olar. Təxminən ha. Elə 1 il ərzində bir dənə də işiniz çıxmadınız. Bir dənə The Game-in, bir də telefonu söndür. The Game ən birinci ən birinci trekimiz o vaxt Bir də telefonu söndürün bitin. o vaxtı başqa adamın prodüseri idi bu insan. Kimi Rion. Rion. Rion çıxardı followdan. Xəbərin var da evet. Yox, xəbərim yoxdur. Emin konkret Rion silib. Niyə? Bilmirəm. Bu nə oldu Rion'un hamı şeyləri xeyt eləyir Rion'u. Deyəcək Rio'da da nəsə var da. Nə oldu deyə o Rion bəyənmir, bu Rion bəyənmir. Bir dənə sən qalmısan Rio. Niyə silmirsən? Niyə çıxartmırsan? Nə oldu? Nə baş verir? Rio ilə bağlı çox belə bərk necə deyim, narazılıqlarım var. Özə tək sən deyilsən, çox adam narazılıqları var. Bir də onlar bilmirəm açığı, amma mən yəni heç cür mənim belə götürdüyüm Rio deyil də artıq. Nə mənada? Məsələn, mən o vaxt onu Snapchat-ə hələ gəlməmişdən öncə lap belə başından danışım da. YouTube-da açdım bu 470 treki olan. Ona qulaq asdım və çox ləzzət elədi. Dedim, oyda bu Qaqaşın yəni flow zat hər şey zordur da. Açdım canlı yayım. Bilmirəm sən onda var idi. Mən 7-8 yaşım var idi amma var idi. Məsələn 7-8. Hə canlı yayım açdım və respect falan filan. Kimsə Rion tag elədi, Rio qoşuldu. Sonra keçdik kontaktda. Mən ona təklif elədim ki, çox əladır, çox xoşum gəldi. Bəlkə bir 100 dəfə qulaq asmışam da bu trekə. Okay. Bombadır hər şey. Hələ 1500 zat baxışı var idi trekin. Yox. Hə, təxminən. Yox, o qədər deyildi. Hə, o qədər idi. Yox, o qədər deyildi. 1600 1500 olanda Rio'nu mən görmüşdüm. O trekdən. Yox, hamı deyir ki, Rio'nu birincisi Azərbaycanda populyar edən mən olmuşam. O boyda söhbətdən işte. Mən olmuşdum. 1500 xətrinə dəydi. Orxan Zeynal deyirəm. Orxan A4 biz paylaşmışdıq, dəfələrlə onu paylaşdıq. Mən hətta o 470 ranin çıxmamışdan qabaq, çıxmışdı mən. Qulaq Amal o istoriyanı sevmir. Podkastda da dedi ki, danışmayaq da mən xoşlamıram o istoriyanı, amma burada da danışacağam, dözə bilmirəm mən. Danış. Mən Amal'a yazdım ki, Amal yaz Rio'ya, yəni bu qaqaş partladacaq. Yaz qaqaşa bitləri ver ona, deyək ki, işləyin bir yerdə, sinapsa çağırın, nəsə eləyin. Amal da yazdı, Rio da qayıdıb Amal'a bir sənə deyir. Qaqaş Amal'ı tanımadı, bilmədi ki, Amal yazır ona da. Deyir, mənə şey göndərərsən, maila göndərərsən, bitləri baxaram. Rio Amal'a deyib də. Bunu danışmışdıq bizim podkastda ya. Yox, danışmamışdı ya. Bunu mən sənə danışmışdım. Bilməyib də, brat. Bilməyib, şey eləyib. Prosta Clavis ucu tanınmış idi. Clavis'in fişkası zordur əslində, misal üçün də. Ümumiyyətlə, məncə Azərbaycan tarixində, yəni, Nadir Nəqbul rapper kimi də tanınırdı da. MC Murad rapper kimi də. MC Murad da beatmaker kimi eləyirdi. MC Muraddan sonra ən populyar beatmaker Clavis oldu və Clavis bunu özü elədi. Bu Clavis on the track söhbətini hər yerə. Çünki bəzən promosu yaxşı idi. Hə, necə? Promosu da gözəl idi. Promosu zor idi yəni də. Yəni indi burada şeydir də, çoxlu beatmakerlər ümumiyyətlə belə də, yəni xoşlanmırlar nəsə. Prosta beat verirlər, satırlar, amma Clavis özünü artist kimi göstərməyə çalışdı və bunu həyat belə gətirdi. Həqiqətən həyat elə gətirdi ki, mən məcbur oldum o loqonu düzəltdim. Çünki beatmakerlər həmişə arxada qalır. Amma Clavis elə elədi ki, indi beatmakerlərə də biraz qiymət verirlər, qabaqdadılar. Hə, sonra nə oldu? Samir imkan vermir qonaq danışsın. Короче, gördüm bu videonu. Nəsə kontaktda keçdik, uzun sözün qısası. Təklif elədim ki, gəl bir dənə görüş təşkil eləyək, bir dənə danışaq və işbirliklər eləyək. Riodakı yəni baş üstə bomba kimi yəni qəbul elədi də. Təzə hamı yaxşı olur da. Bəs o vaxt Əliylərlə kontaktda idin? Yox. Əliylərlə danışmırdıq. Yox. Okay, sən danış, sonra mən bir də istoriya danışacağam. Hə, elə oldu ki, görüşdük və hər şey əla. Nəsə Qaraçuxurda Hasıl treki ortaya gəldi. Yəni birinci işimiz bu oldu. Getdim Qaraçuxura Qaraçuxurda Hasıl treki hazır idi, Rio'da var idi, yoxsa Yox, heç sıfırdan. Sıfırdan. Okay. Gəldi studiyaya, Snapchat-da mən hələ Snapchat keçməmişdi. Amma bu trekin üzərində işləyirdik. Mən öz otağa dəvət eləyirdim, otururduq, işləyirdik falan. Eminin Valşevin otağı. Belə. Sonra elə oldu ki, təklif elədim Şamxal və Drake və Odiyə ki, bəs belə eləyək də. Yox, hələ otaq yox, otaqdan qabaq biz bir ondan qabaqki studiya. Sponsoru bildiyim şeylər. Bunu kəsərsən. Çölə ağacımızdır bura. Əvvəlki studiyaya, bura bu paralelində olan. Yes. Bilirəm. Onda Əli Heydər də gəlmişdi.
Çünki sən danış, sən bunu bilirdin vəbşə ümumiyyətlə. Mən bir sir bilmirəm, sirdir, Yox, nərəsidir. bəlkə bilmirəm. Əli Heydər birinci, yəni sinaps biraz tərəddüd eləyəndə Əli Heydər bir dənə fişka işlətdi ki, əgər sinaps götürmürsə mən Rionu 101 milyona verəcəm. Və ekspertlə danışıqlar gedirdi. Ekspertlə Orxan Atayla danışıqlar gedirdi. Yox, mən bunu bilmirəm. Hayır, amma mən bilirəm. Xəbərim Davay, davam elə. Hə, Əli Heydər gəldi. O da Rio ilə bir yerdə. Ola bir yerdə deyəsən takılırdılar da belə deyək. Qaraçurda nə idi? Mələ uşaqsı kimi. Mələ uşaqsı kimi. Nəsə bu mahnını ərsəyə gətirdi. Ondan sonra mən təklif elədim Şamxal və Kamilə. Biraz narazılıqlar elədilər ki, yox biz hal-hazırda təzə artist götürmək istəmirik falan filan. Amma bir müddət sonra Şamxal okeyləndi və Kamili də razı saldıq. Sonra Snapsə belə də mənim təşəbbüsüm daha çox olmaqla götürdü Snapsə. Okay. Və fəaliyyətinə başladı. Ondan sonra yəni bir neçə dənə trek işlədik. Kliplər, təkərlər zat hamısı çıxdı. Düzdür, təkərlər mən beat mənim deyil, amma yəni ki musiqi prodüseri kimi mən işləyirdim. Niyə beat sən deyildi? Beat mən bildim free-dir. Həmin free beatin üstünə yazmışdı. Yes. Onu. Qərara aldıq ki, bu beatin üstündən başqa beat yığsaq məncə o vibe-ı vermir, belə düşündük. Uşaqlar da hamısı təsdiqlər ki, bu beatin üstündə bu vuracaq. Çox risk olar ki, sən elə şeylə razılaşasan ki, yəni free beat qalsın. Əslində mən ümumiyyətlə o trek xoşuma gəlmir. Trek kimi xoşuma gəlir. Bir köpüklü trek deyil. Ya bir köpüklü deməyək, o qədər yox da, amma belə ümumiyyətlə məsələn Rionun karyerasının elə bil ki dönüşüm nöqtəsi kimidir o. Əvvəlki Riodan keçid təzəli başqa Rio şeyinə. Burdan belə mayalana. Qaqaş oldu başqa. Mən istədiyim adam o deyildi. Mən istədim ancaq old school-ni bu Qaraçuqurda hasıl tipdə davam etsin. Boyunbağı Boyunbağı xuyunadır bura. Boyunbağı xuyuna deyil. Boyunbağı pis trekdir. Boyunbağı prosta vaxtında çıxmadı. O çıxmalıydı Qaraçuqurda hasıldan sonra. Murat Priçom tut vaxtında çıxdı, vaxtında çıxmadı. O seriyanı davam eləmədi də. Rio başqa cür tanınmağa başladı, başqa reper kimi tanınmağa başladı. Murat mənə o girmir, tanınan başqa tanımır. Mən deyirəm ki, trek olaraq çox pis trekdir. Boyunbağı okey. Yox, boyunbağı çox pis trekdir. Amma məncə yəni Qaraçuqurda hasılın seriyasının davamı kimi bu boyunbağı pis trekdir. Bir də şey pis trekdir, mən xoşuma gəlmir. Şey eləyir. Nədir onun adı? Ala basketbol zad oynayır sonra orada. Klipdə basketbol zad oynayır. Serebrovski. Yox, hə bildim nə deyirsən. O da pis trekdir. Hə bildim aslında. Hamısı zordur Rion treklər. Mən o trek daha çox xoşuma gəlir boyunbağıdan. Bəs o iminlə hansı dönüş idi ki, sən birinci təklif elədin ki, Fisoda da уже. Plus orada sən təklif eləmirəmsə Əli Heydərlə biraz konturlar var idi. Çünki baxma da sən Rionun musikalni prodüser kimi Rio ilə işləyirdi. Əli Heydər Rio ilə promo prodüser kimi işləyirdi. Yox, Əli Heydərlə mənim heç bir problem olmayıb. Mən başqa cür bilirəm, ona görə belə bir şey qərar gəldi. Əli Heydər mənə əksinə qulaqlarım hər yerdədir. Əli Heydər əksinə mənə həmişə kontaktda olurdu ki, brat bəlkə bunu belə eləyək, bunu belə eləyək. Siz qulaq asmırdınız da prosta Əli belə. Problem odur. Siz heç vaxt onun sözünə qulaq asmırdınız. Yəni onun sözünə qulaq asma söhbət deyil, onun təkliflərinə belə. Musiqi ilə bağlı olan şeylərin hamısına Rionun ilk başlarda başlayanda mən qərar verirdim ki, bu belə eləməyək, bunu belə eləyək. Amma Əli Heydərin Rionun ilk treklərinin partlamaq səbəblərindən biri Əli Heydərdir və çox kömək olub. 100%. Həm trekin yayılması. Məsələn, Qaraçuqurda hasılın indi mahnı, Rio, beat, zat, okey, bunlar hamısı öz yerində, amma bunun bu birisi tərəfi var da. Onun misal üçün hamısını Əli Heydər. 100%. Bütün blogerlər paylaşmışdı. Kontaktlarıyla, CVN, Azad Şabanov, hamı paylaşmışdı. Əsl promo. Yəni Əli Heydərin Rionun karyerasında çox böyük dəstək olub. Mən də onun dediyi şeylərlə baxırdım ki, məsəl üçün indi vaxtı deyilsə dedim ki, brat, bu indi lazım deyil də, yəni bunu eləmək. Amma bəzi şeylər vardı ki, razılaşırdım ki, zordur da. Məsələn, çəkiliş şeylərində kömək eləyirdi. Rio sadəcə gəldi, elə momentə çıxdı ki, Rio pasterləşdi, elə bil, başa düşdün, paster oxşuyur. Xasiyyət baxımından, ego baxımından, yoxsa? Yox, xasiyyət baxımı demirəm, musiqi tərəfindən. Yəni verse yazır, baxırsan ki, elə bil 50% pasterdir, 50%. Yəni mən sənin tez adaptasiya oldu da elə. Paster var da, mən nəyirəm onun təzədən kopirovkasını eləyib, başa düşdün. Biz sən ona görə bura götürmüşük ki, sən tamam fərqli bir şey eləyirsən. Bizim kontaktımızın qırılmaq səbəbi tək bu da deyil. Bəzi yerlərdə məsəl üçün
çıxıb ifa eləyəndə Clavesonun track logosunun silinməsi. Orada. Qaraçıqır xasılmasında. Qaraçuxur Hustle-da da var. Sonra nə bilim üzərimdə gözlərdə belə bir verse var ki, Qaraçuxurdan çıxarıb Claves məni bilir işi. Oradan onu dəyişib qoyub, məsəl üçün deyirəm ha, Snaps çıxarıb məni çuxurdan. Yəni bu sözü niyə yazmışlar, niyə dəyişib? Yox, bura orada Claves qalıb. Trackdə paylaşılmış Spotify-da falan var, elədir. Hə. Amma çıxıb hardasa oxuyanda belə dəyişib, belə bir variant. Niyə görəsən? Bilmirəm, səbəblərini bilmirəm. Yavaş-yavaş yox. Niyə? Əgər adam belə düşünürsə ki, belə olmalıdır, deməli nəsə ya məndə səhv var, ya da ki bu səhv adam seçmiş. Yəni səhv məndədir əslində, onda deyil. Nəyin səhv eminli ki? Yəni ki mən ona dəstək olmağımda bu mənim səhvimdir ki, mən elə Yox, səhv demirəm əslində ki, bomba Yox, bu mənim tərəfimdən olunan önü görə bilməmək səhvidir də başa. Bəlkə deyirəm onun da hardasa cavabında nəsə düzü var. Bəlkə onun verdiyi cavabdan sən düşüncən təmiz dəyişə bilər. Ola bilər. Bəs söhbəti nə təsəvvürliyyət eləyirdi bu söhbətə ki, iminli Rio başladı Amal'la işləməyə. Getdi sən də elə bir şey olsa mən biz məsəl üçün Amal'ın albomu var. Hansı ki Rio ilə işlədi Serebrovski və bomba kimi albomdur. Albomda 1-2 track mənim xoşuma gəlmir, amma qalan ümumi albom kimi bəyənirəm. Nəsə bir sözüm olsaydı və yaxud nəsə pretenziyam, mən hətta zapislərdə də çıxırdım yuxarı. Maraqlanırdım, qulaq asırdım. Rio hətta özü də gətirirdi ki, bax belə bir track var. Dedim, məsəl üçün bu Qara Cadillac var. Mən dedim ki, məsəl üçün bomba trackdir, amma Cadillac belə də maşın dəyiş adını Cadillac qoyma başqa şey. Yəni onu çox fikirləşirdilər ki, nəsə qoysunlar. Hə, mən də mazqisini xarab eləmişdim biliyorum ki, Burat bu Cadillac o deyil də. Azərbaycan eləmişsən, başa düşdün. Azərbaycanda Cadillac sürən yoxdur. Galenwagen, amma Azərbaycandan danışmırsan. Getmir də Cadillac sürən Azərbaycanda nə qədər adam var? Gir turbaza bax görəsən. Görəsən 4 dənə reallıq nədir? Qara 600. Bıyıdı. Fərqi yoxdur da. Yəni 07 bax deyirəm məsəl üçün Qaraçuxurda hasılda 07 ilə gedirsən. Keçdin Qara Cadillac-a, heç nə həyatını dəyişmir. Görsən necə Cadillac-a keçdin də. Yes. Biraz məntiqi tərəfdən düzü gəlmir. Nəsə belə şeylər problem olsaydı, yəni çıxıb ümumiyyətlə birbaşa elə Amal'ın özünə oturub söhbət eləyərdim ki, Burat sən məndən, yəni mənim artistimi niyə götürüb işləyirsən? Prosta sən işləmirdin axı Rio ilə. Yo mən deyirəm ki, mənim üçün problem Amal yəni bir səbəb deyil. Onu demirəm bura. Onu demirəm. Bax siz 1-2 dənə track işlədiniz, amma sonra Rio-nun tracklərini işləmirdin. Hə. Niyə? Demirəm dəyişdi, başqa şey oldu. Yox, elə heç kəsin elə sən ancaq səndən buraxdığı 3 dənə 4 dənə track var. Bax məsəl üçün bir dənə hansısa bir track var idi. Tam adını xatırlamıram. Beat yığdım ona, o mahnıya. Və həmin anda baxdım ki, Amal'da həmin mahnıya beat yığmışdı. Və onu seçdi, Rio seçdi əslində. Bilməm indi bəlkə də uşaqlarla müzakirə ediblər həmin moment. Okay. Mən bundan küsmürəm. Zordur. Həmin beat mənim beatimdən də zordur. Bombadır. Onu seçmək də zordur. Amma məsləhətləşmək olar. Sən yəni əziyyət və ən azından. Hə də demək olar ki, məsəl üçün Burat, bu treki mən Amal'la eləyirəm, filan treki səndən eləyək. Məsələn, belə şeylər ola bilər. Yəni insanlarla gərək kontaktı elə qurasan ki, mən bilsə nə deyirəm, Claves. Problem yaranmasın. Mən məsəl üçün artist tərəfdən baxsam, mən işdə deyiləm bilmirəm, amma mən gördüyüm deyirəm də. Yəni sənlə Rio neçədən trek buraxdı? 3 ya 4. 3-4. Bu 1-2 il ərzində 3 dənə 4 dənə track buraxdınız və artist başa düşür ki, yəni əgər prodüser mənlə işləmirsə, mən niyə oturub prodüserlə işləməliyəm? Bu mənlə işləmək istəmir. Yo, o deməli idi ki, mən albom eləmək istəyirəm. Yo, sən axı prodüsersən, sən deməlisən ki, misal üçün. Necə ki Amal onu zastavit elədi ki, qarşı sənə albom lazımdır, gəl albom işləyək. Hə, ona albom lazım idi, amma mən düşünürdüm ki, Rio albom hələ buraxmalı deyil. Ay sağ ol. Sən belə düşünürdün, sən prodüsersən. Prosta 2 ilə 3 track çox azdır. Yəni artist olaraq sən gəlsən Sinapsa və baxırsan ki, sənlə heç kəs işləmir. Və sən o nədənsə yapışırsan.
Mən bildiyim qədər çünki niyə görə bilirəm? Çünki Amal özüdür ki, bura nəsə Rio boşluqda qalır. Mən istəyirəm Rio ilə biraz onunla bit atın. Klavisində yəni vaxtı yoxdur. Nəsə pastel albomu çıxır, hamı Ümumiyyətlə Amal'la Rio'nun işləməyində mənim üçün heç bir Yox, söhbət Amal'dan yoxdur. getmir. Söhbət Rio'dan gedir. Mən Rio tərəfdən baxıram. Amal'ı qoyuruq kənara. Amal'la işləmək zordur. Rio prizmasından baxıram. Amma sən gəlirsən bura açığı, şeyə. buna Sən gəldin studiyaya ehtiyacımız yox. və sənlə işləmirlər. Sən nə edəcəksən? Mən dəyişmişəmsə, gəlib dəyişmiş prodüserlə işləyəcəm. Süper. O da elə oldu da. Mən O də da onu elə deyirəm də. Bu sən niyə incidin? Sən deyirsən ki, mən ondan incidir nəyə ki, o kontaktları kəsdiniz falan ora bura. Kontaktlar kəsməmişik, yəni ki, Çünki vaxt deyib iş ki- birliyini dayandırmışam. Yox, o Rio'na. atpiska eləmisiniz, nə bilim nə, vaxt deyib, mən bilmirəm. Mən eləmişəm, o eləməyib, mən amma eləmişəm. Bundan sonra eləyərdə. İşləmək nə vaxt ki mən istədiyim obraza gələr, onda mən ondan işləmək Murat. şeyləri qayıda bilərəm. Amma belə hal-hazırda yəni mən Hepsi çıxmadan nə vaxt ki istədiyi obraza Ürəyimcə gələr, deyil. onda sən o prodüser deyilsən də. Obrazı prodüser yaradır. bilsən necə ümumiyyətlə prodüserin mənim səhvim bilsən nədir? Kontrakt eləməməyim. Müqavil olmaq. Onun ən qısa, onun bütün Azərbaycan səhvidir, bura. Mən səhvim indiyə kimi bütün nə qədər artistlərlə işləmişəm, hansını yaratmışam, adını qoymuşam, nə bilim Dədə Qorqudluq eləmişəm, hər şey eləmişəm, başa düşdün? Heç birindən kontrakt eləməmişəm. Ona görə mənim səhv birinci cümləyə başladım ki, mənim səhv birinci məndədir, onda deyil. Yəni tək Rio'dan Biz gedir. indi məsələn hansısa bir artistlə, maşallah bir-iki ilə yaxşı newscall çıxır. Ümumiyyətlə soymusan elə bil. Ümumiyyətlə pauzadayım hal-hazırda 4 aydır. Даже pauzada deyə ümumi musiqi indi, amma ümumi musiqidən qabaq da rap, hip-hop başa soymuşdum. Heç axırıncı Məncə Azərbaycan repi hal-hazırda yəni soyuyub, tək mən Çünki sən soymusan, o soyub, bu soyub, qalmışıq mənlə vaxt o. Əvvəllər məsələn sənətər idi. Albomumuza buraxırdı, bit albomumuza buraxırdı. Ondan əlavə də məsələn Emin deyir ki, mən bu günləri falan artistə bir dənə bit göndərəcəm ki, bax bir dənə bit yığmışam, sənlikdir. Yəni daxil belə şeylər olub da mənim yanımda da ki, yığmısan biti, demisən ki, falan kəsdi də var. Məsəl üçün Orxan Zeynallıya ilə iş birliyimiz albom elədik bir dənə trekdən illər sonra bit yığıram studiyada. Qəşəng strategiya bindi də Emində. Nə deyə baxıram? Orxandır da. Orxandır da. Zəng Bulku isicə. Zəng elədim ki, Orxan, necəsən dedi, çox sağ ol. Dedim, bəs hardasan? Dedi ki, evdə. Onların evi də bizim bu studiyaya yaxın idi, köhnə sinəpsə. Dedim, bəs gəl də bir dənə bura lazımsan, bir dənə şey var onu göstərəcəm. Nə oldu? Dedim, mahnı ilə bağlı. Daha yaxşı. Bir 15-20 dəqiqə keçdi, gəldi. Ürək partlayır onda ki, prosta probel bastım, göstərirəm. Qulaq as dedi bomba kimi də. Bunu ver mənə işləyim. Dedim mən bunu sənin üçündə. Amma burada yəni filan şeylər olsa daha yaxşı olar falan. Öz yəni gördüyüm tərəfi dedim də. O da sağ olsun. Mən necə istədimsə elə də elədi mahnını. Orxanla işləməyə başa kayfdır da burada. Zeynallı ilə çox rahat adamdır bura. Çox rahat adamdır və nə atırsan elə şeylər bilsən niyə rahat adam bilmədiyi şeyə qarışmır. Nəysə. Məsəl üçün pasterlə işləmək çox çətindir. Okay. Çünki paster məsəl üçün yəni sən mix mastering bacarmırsan da, düzdür? Sən repersən. Qarışır məsəl üçün filan frekansda filan şey. Başa düşürəm indi məsuliyyət falan onlar hamısı öz yerində. O istəyir ki, daha yaxşı məhsul çıxsın, amma məsəl üçün Orxan Zeynallı ilə müqayisədə Orxan Zeynallı bilmədiyi şeyə ümumiyyətlə qarışmır. O sadəcə qulaq asır, ümumi deyir ki, filan şey xoşuma gəlmədi mənim. Hə, sən o dəyişirsən. Hə, dəyişirsən, onun xoşuna gələ bilən şeyi qoya bilərsən və yaxud müzakirə eləyirsən, ya o başa düşür, ya sən başa düşürsən ki, hə, bunu dəyişmək olar və yaxud olmaz. Amma pasterdə elə deyil. Paster deyir ki, mən istədiyim şey olmalıdır. Ona görə məsəl üçün mənim pasterlə iş birliklərim də biraz yavaş-yavaş başladı azalmağa. Sonuncu pasterlə işlədiyim track Surfing olub. Ondan sonra albomda ancaq bir dənə track idi. Bir dənə mən ümumiyyətlə necə oldu ki, Surfing sənə gəldi? Sən özün seçdin onu, yoxsa elə fırlandı gəldi ki, sənə? Yox, o belə bir track yazmışdı, Surfing adlı. Amma instrumental free beat idi, yoxsa bilmirəm nə idisə, yəni baxdım ki, temp də çox idi əslində. Dedim ki, gəl bunu biz lirika eləyək.
daha slow eləyək. Və mən buna başqa bir beat yığım. O dedi ki, brat, yığ baxaq da görək nədir. Mən də onu yığdım. Pərviz gəldi otağıma, qulaq asdı və hələ akapellasız, prosta instrumentala qulaq asdı və sözün açığı kövrəldi də, yəni belə deyək də. Başa düşdüm ki, getdi qruzuna. Və çox bəyəndi. Dedi ki, brat, yəni bu mənim ən sevdiyim treklərdən biri oldu. Sən dedin ki, 2 həftə milyon Mən belindədir. dedim ki, brat, sən əgər belə deyirsənsə bu 1 həftəyə, 2 həftəyə milyon belindədir. Və sonra o akapellanı otuzdurduq onun üstünə, normalını aldı. Yəni hamının xoşuna gəldi. Dramlar yox idi ümumiyyətlə, dram partiya yox idi. Ancaq piano gedirdi və stringslər gedirdi, ancaq belə də instrumental olaraq şey gedirdi, dramsız. Sonra dramlar əlavə elədik, biraz sinematik. Və onlar da okeyləndi hər şey və buraxdı, albomda getdi. Amma ondan sonra işləməmiş. Amma single'lar olurdu. Məsələn, Rəşad Dağlı ilə o Rəşad Dağlı'nı sən yığmışdın. Şirənmiş eşirdi falan. Amma Rəşad Dağlı surfingdən əvvəl idi. yox, surfing ümumiyyətlə Mən deyir ki, 2 ilin proyekti. Bilirəm, onsuz da çirkində çoxlan trek elə 2 ilin proyektində, yəni eləyirdi, axıra çirkin çıxdı da. No, hə, sonra deyəsən Yəni çirkin albomundan sonra işləməmisən pastana. yox. Mən hal-hazırda evdən fəaliyyət göstərirəm. Onlayn işləyirik. Hə, onlayn belə. Remote O da job by o da Chris. evdə də mən də pauzadayam, hələ ki heç nə eləmirəm. Pop mahnılar çıxır, onlar da köhnədən yazılan mahnılardır, indi şey eləyirlər. Ümumiyyətlə heç bir fəaliyyət göstərmirəm hal-hazırda, amma yaydan sonra yəqin ki Ramil Nabil aktiv. Ramil Nabran star. Ramil Nabil də. Ramil Nabil təzədir də. şəkildə Telefon dükanında Ramil. Sadəcə sən beatmakersən də Ramil bura. Nabil. Və sən o vaxt Rüzgarla işləyirdin də. Sinapsdan qabaq Rüzgar. Sən o Bəli. Sinapsdan qabaq Methouse-da işləmisən. O Methouse-da deməzdin də, yəni RG ilə də. RG ilə işləmisən. Onda RG Madhouse-da deyildi. Methouse deyildi. Deyil. Urbani albomunda Methouse deyildi. Urbani albomu çıxdı. Avtomatda çıxdı da o. Yox, onlayn oldu. Hə. Hələ avtomatda çıxmamış. Hə, okey. Sonra onu köçürdülər Hə, anladım. Trans. və konsert verdi Qaraqanla bir yerdə. Ondan mən şey oldum. Sudnivetdə. Problem Qaraqan idi, yoxsa ümumiyyətlə? Yox, problem Qaraqan deyildi. Ümumiyyətlə biz G-Coast qrupu var idi. Mən orada fəaliyyət göstərirdim. Səs yazma studiyam, mənim səs yazma studiyam var idi. Gənclikdə olan bilinməz. G-Coast kim idi? O da fikir. Rüzgar var idi dedilər. G-Coastda var idi Qəza, Aha, Qəza. RG, Sən. Xəzan, Xəzan. Rüzgar, Elvin var idi, vokal oxuyurdu. Bir də mən idim. Erci Mən- yox idi. Dedim RG. Hayır, Qazan da. Mən sadəcə sonradan qoşuldum. O da necə qoşuldum? Mən Azərbaycan reperləri ilə tanışdığım Çerez Orxan Qarabasma başlayıb. Okay. Birinci Orxan Qarabasma ilə tanış olmuşam. Sonra Qəza ilə. Onlar bir əvvəllər bir yerdə feat albom falan eləyiblər. Elə oldu ki, G-Coast ilə tanış oldum. Ercan da Gəncədə idi. Gəncədən gəldi Bakıya. G-Coast qrupunun bütün səs yazmalarını, mix masteringlərini mən eləyirdim. Beatlər o vaxt yığılmırdı, hamısı plagiat idi. Prosta kimləsə biz burada spor edirdik. Rüzgar Rüzgar edirdik. yox idi. Yox, var idi. Mən bildim yox Treklər var. idi. Necə gir YouTube-da. Da məndə bu Beatlər var, çünki necə yox? Mən Erci demişdi ki, Rüzgar olmuşdu, Erci bunları sadalamışdı Var, hamısı. var, Prosta var. nəsə kimsə qonağı idi, başladıq vaxt idi ki, yox Rüzgar yox idi. Ona görə dedim səndən də soruşum. Yox, var İndi idi. Ercidən soruşa bilmirik də. Sən dedim səndən Hə, soruşum. yox, var idi. Sonra Elvin çıxdı, vokal. Sonra Rüzgar çıxdı, Xəzan getdi ilə əsgərliyə, belə aralaşdı da. Ercin amma dağılma səbəbi Ercinin Urbaniya albomunun Urbaniya konserti var idi adlı. Ondan sonra ümumiyyətlə aralaşdı. Ümumiyyətlə Millennium Host-da dis idi və sonra Host-la birləşdi deyən daha çox o söhbətlər olubdu, yəni yəqində. Mənə elə gəlir ki, Qəzanın şeyi daha çox idi. Aqressiyası. Yox, necə deyim? Təşəbbüsü. Söz sahibliyi. Hə. Erci qədər var idi G-Coast-da. Yəni 50% məsəl üçün Qəza idisə 50% Erci. İndi o birisi uşaqlar, mən falan onlar heç də onların faizlərini sanmıram. Yəni Qəzanın da bu aqressiyası o şeyə Qaraqana, Hosta disləri var idi. Qarğa idi, trekin adı deyəsən. 10 dənə disi var idi, brat.
təsəvvür. Çox edə. idi. Qarğa nasıl bir şeydir? Ancaq budistlə məşğul idi. Qarğana deyəs qarğana. Budist idi bura. Budist. Ancaq budizmlə məşğul. Ercinin də çıxıb o konsertdə iştirak eləməyi, konserti Qaraqanla bir yerdə eləməyi Qəzanın heç cür xoşuna gəlmirdi. Ona görə bu qrup belə deyək də. Qəza hardadır indi? Mən eşitdiyimə görə Azərbaycanda deyil, Rusiyadadır hardasa. Amma dəqiq bilmirəm yəni. Düzdür ki, deyirlər Rüzgar sənə bir dənə kitab verib. O kitabı oxumusan sonra belə bitmək üçün dərinliyinə öyrənibsən. Yox, məsələn, sən nə kitab? Nə mi verib söhbətlər var. Kim deyib bu? Yadımda demir, o qədər deyənlər olub, yəni bir-iki də deyir ki, yox, vaxtı bir dənə belə kitab olub. Nə kitabı bura? Nə mi? Efele nə kitab? Oturursan, yığırsan da bitin. Musiqini bilirsənsə, notu bilirsənsə. Ümumiyyətlə o şey harda bir ara rap İriski çevirirdin aranjman falan. Yox, mən Emin Evro fəaliyyətini dayandırmışam 2013-də. O 2 il ərzində ümumiyyətlə heç bir track ya heç bir şey raplə, musiqi ilə məşğul olmadım. 2015-ci ildə başa düşdüm ki, mən yəni rap artist kimi, nə bilim R&B artist kimi fəaliyyətim uğurlu olmayacaq. Başa düşdün ki, Xose vardı, məni yeyirlər. Həm Oxşatmalar Çox zadlar oxşayırdı var. həm də ki, Çox oxşayırdı. həm də ki, nə bilim başa düşdüm ki, mən oxumalı deyiləm də, yəni ifa eləməli deyiləm qardaş. Mənki daha çox nəsə altyapı şeyləri yaratmaqdır. Oturdum aranjman eləməkləri, daha dərindən öyrənməyə. Birinci işlərimi də elə Rüzgarla elədim. O albom Sərtəsinti 3 yoxsa 2, 3. Orada 3 dənə də sərtəsinti 1, 2, 3. Yox, 3-dür. 2 çünki şeydir ancaq, nə bilim underground battle type şeylərdir. Orada mən yoxam. 3-dən başladım. Daha sonra bu albomu, həmin albomu Rüzgar götürdü, gətirdi Snapsə. Bilirsən hansı Snapsın, hansı studiyasına? Yəni paralelindən qabaq ki, bu bildiniz, aran deyirəm. Targovda var idi. Hətta zigzaqla belə bir yerdə idi. Godfrey gətirdi, necə qulaq seçilirdi? asdırdı uşaqlara ki, bir dənə fikrinizi deyin. Uşaqlar da pastor falan oradaydı. Ekspert onda Amerikadaydı. Şamxal da yox idi, o da Rusiyadaydı. Moskvada oxuyurdu. Qarşı Odi, pastor, uşaqlar qulaq asdılar, çox bəyəndilər ki, çox fərqlidir. Elə məsəl üçün getdim, gəldim ora. Ümumiyyətlə heç kəs demədi ki, yəni bu plagiatlardır. Mən bu proses maraqlıdır. Misal üçün baxdım, mənim qardaşım mahnı yazanda, mən oradan Maleşi nəsə eşidəndə, orada misal üçün, Amalə deyirəm ki, bura oxşayır o birisinə. O da zayob olur, belə silirəm, nə oxuyum. Sən nə qədər trek silib Amalə? Niyə də oxşamalıdır da? Nə oxşuyur tam Bura, olaraq? yəni ümumi mən mahnıdan elementar gedir. deyirəm ha. Bitdən danışsan. Mən elementar deyirəm hansısa bir moment. Yəni sən deyirsən ki, mənim bitim plagiat deyildi, amma sənin bitin bu trekin tərkibidir. İndi Rüzgarı qoyuram kənara, Rüzgar olmasın, Lüboy rapper olsun. Sənin bitin bu mahnının tərkibidir və sən rapperdən ən azından əlaqədə olursan. Sən satmırsan, biri var sən satdın o biti kimi məsələn. Deməli deyirsən ki, mən 500 manat verib sənə bit satıram. Nə istəyirsən elə, mən qoxum. Amma sən satmırsan, sən bu bir proyekt yaradırsan və bir proyektdə kimsə plagiat eləyirsə, mən ona görə təəccüblənirəm. Sən necə demirsən ki, qardaşım, yəni bu bildiyin yəni Young Thug'ın kantasıdır da. Gəl bunu başqa cür eləyək. Deməməyimə səbəb bilirsən nədir? Mən o musiqi prodüseri deyiləm. Ki, yəni hər şey mən idarə eləmirəm ki, deyim ki, bu eləmə. O özü nə istəyir, albom onundur. Mən sadəcə sənin də axı. Amma fakt gördün tutuzdurdu da o şeydən. Bildim tutuzdurdu çünki heç vaxt o vaxtı Young Thug'u tanımırdı brat. Vəsə da. O problem odur da. Yəni plagiat belə soxuşdururlar da. Tanımırlar burada. Bəs odur da. Tanımırsa təliyim getsin də. Mən də onun tərəfdarıyam əslində. Ki zato mən elədiyim plagiatdan sonra o geri araşdırır, Young Thug'ı tanıyır. Heç kim araşdırmır brat. TikTokda plagiat TV var. Yox, məsələn o albomdan sonra Travis Scott'un dinləyiciləri Azərbaycanda hip-hop kütləsindən çoxaldı bu. Çoxaldı. 100%. 100%. Bunun adamlar vardı ki, ümumiyyətlə heç bilmir ki, Travis Scott kimdir də. Amma o məsəl üçün bir neçə treklər var ki, ondan sonra qulaq asmağa başladılar. Young Thug zad belə. Burada şayət tez yadır. Sən mənə desən ki, məsələn bu trek Young Thug'dan fırladılar. Mən hardasa mahnı işləndə deyəcəm, bilirsən bu ondan fırladıb. Belə uje baxsan ki, Young Thug normal 15-16 milyon yığır. Young Thug bizim şartımıza. İndi də Young Thug'ı tanımırsan. Tankdır da. Mən o alboma cavan tankdır da sürür. Mən o alboma trap demirəm. Mən o alboma trap demirəm. Niyə gülürsüz? Ola görmüsən şəhərdən Young Thug yerini Young Thug deyir. Tank. Olsun da tank olsun. Əlim at bir çatqa aldı da. Sənə görə tankdır, ona görə tak. Yazanda da belə yazır abi. Mənə görə də taktır. Young Thug.
Hə, o albomu trap albomu kimi baxmıram. Ümumiyyətlə o albomu janr qoymamışdım da ki, belə olmalı. O prosta mən necə istəyirdimsə, necə gəlirdisə, qarışdırmışdım. Biri cloud rap deyil, biri nə bilim nə deyil, başa düşdüm belə. Heç mən özüm dəqiq bilmirəm nədir. Hamı bir adı yoxdur. Yəni mənim üçün Hamı bir adı qoyur. alternativ musiqi ilə. Ümumiyyətlə rüzgarda albomlar belədir. Son albom, Oyan albomu da belə idi də. Yəni alternativ musiqidir prosta sadəcə. Sonra elə oldu ki, Rüzgarla biz Sən Oyanı bəyənmişdin? Oyanın hamısını yox. Yox, hamısını əlbəttə yox. Yəni ümumiyyətlə də bəzi treklər, məsəl üçün 4-5 dənə trek var, mən bəyənmişəm Oyan albomundan. Zindan treki məsəl üçün sordu. Zindan demişkən, səndə nə üçün sample'lar olur? Sən nəəcəb zonda oturursan. Sən rock'un olmuyor. Yox, sən nə üçün sample'lar işlətmirsən? Necə sample'lar? Yəni hansı mahnı sample? Mən baxıram səndə daha çox pluginlərlə işləyirsən ya da özün yığırsan. Sample'lar. Bəlkə də o götürdüyü yerlərdən heç kim bilmir hardan götürür. Yox, orada bilinir Sample'lar var əslində bəzi mahnılarda. Məsələn, Səmranın 1-2 trəkində var. Hə, Səmranın 1-2 dənə trek. Sample. Məsələn, Şuşa mahnısı var, orada var. Şunu Səmranın Şuşa treki var. O bilmirəm. Qulaq asarsan. Bura hissəzdə qlasınlar da, səviyyə mahnılar az qlasınlar. Səmranın bütün mahnılar səviyyəli deyil, brat. Məsələn. Hamısı. Yox. Hamısı. Hə, sən də okeydir, başa düşürəm niyə. Elə oldu da ki, sən 10 dənə trek buraxırsan, Hansı pisdir? onunu da Hansı hamısını pisdir? Səmranın Sinapsla buraxdığı ən bomba trek bilsən nədir? Yerdə uzanır belə şamlar zatlar klipi çəkir. Armaz? Yox, Armaz deyil. Orada oxuyur. Hə, orada oxuyur, rap demir, oxuyur. Ha, yadımda. o Kamilin məhsuludur. Pikdir bura. O trek pikdir. Armaz 50-50. Online Armaz yox. şeydir. Online şeydən Extension O demişkən Hype Online treki Hype Online Rio. Göt gündə trekdir bura. Yox, amma sən deyil. Brat, pis gündədir də Amma sən trek. deyil, Hype Online. Dinləyicilərin çoxu o treki çox bəyənir. Nə bilim 3 dənə baxışı var orada, bəy. Bax trek silindi şeydən ümumiyyətlə YouTube-dan çıxartdıq. O qədər O qədər. YouTube-da cibrat. Necə 3 baxış ola bilər? Ümumiyyətlə yoxdur trek. Deyirəm, niyə sildilər? Nə gördün? Niyə sildilər? Başqa problemlər oldu ona görə. Hə, bildiyim videoda problem. Hə, mən onu deyirəm, o videoda problem olmuşdu. Hə, o videoda problem olmuşdu, amma ümumiyyətlə trek Nəsə keyfiyyət zət bilmirəm, nəsə yəni o deyil. Ya orada başqa problem vardı. Eşitməmişdim Mən də o onu. problemi Hə. bilirəm, prosta demirəm. O cibinin sinapsa gəlməyində sən hardasa nəsə əməyin olub. Çünki o körpüdə ortaq tanış məncə sən idin o vaxtları. Əməyim olub deyəndə ki, mən Təklif falan, yəni belə. mən təklif eləməmişəm heç nə. Birbaşa Şamxalla Orxan arasında olan Onlar kontakt. dostdular axı bro. Hə, yox, mən Şamxanla Orxan arasında olan kontaktdan əmələ gəlib, amma Orxanın Snapsdə ən köhnədən tanıdığı və belə deyək də yaxın olduğu adam mən olmuşam. O bir səbəb də bəlkə də mən olmuşam ki, mən də ordayam, gəlsin daha rahat musiqilər falan işləyəcək belə. Amma mənim yəni heç bir şeyim amma o gələndən sonra heç bir işbirliyiniz olmadı. Mənim yoxsa oldu? 3 dənə mahnım oldu. Hansı idi ki? Just Business olub, Expert Hə, o ikili. Sinapsda çıxmayıb ki. Snapsda çıxıb. Hə, düzdür, fit idi. Just Business Sinapsda çıxır. Ha, yox, Orada orada çıxıb. çıxdı. 100 Qaqaşda çıxıb. Amma olub da nəsə şey olub. Sinapsda o ancaq qara qutunu işləyib, o Yox, da bir dənə də treki var. Şey, yatacam öləndə. Pasterlə qəza yox. Tibugilə. Tibugi, hə, Ha, Tibugi. Pastor. Yes. Gecə ilə O bir yığma. səsi zordur. O bir səsi zordur. Gördünə. Gördün hə. Neçə dəqiqə yığmışdın onu? 1 saat Aa, azdı. nə 1 saat bura, nə bilim. 30 saniyə. 5 o 9 dəqiqə idi, nə idi belə şey. Rekord idi. Bomba bit idi amma. Hə, o bit mənim Ümumiyyətlə bax qəng idi. O tipli bitdə Emin bomba yığırdı. Bir də Bakı tutmuşdu. bağışlamır biti. Ha, Bakı bağışlanır. Onu da gör necə Mənim bomba üçün- bitdi ki, Şamxal təsəvvür edirsən, çəkilib qırağa Əslində çıxır. Şamxal məni studiyaya çağırmışdı. Dedi ki, Şamxal bilir ki, mən onun O sample'dı bax bura hardansa. Yadımda onun, deyil. onun hardansa sənətinin böyük bir fanatıyam. Особенно yeni Şamxal. Köhnə West Coast-u bəyənmirdim heç vaxt. Və o mənə çağırmışdı ki, Buratka bir dənə trek yazmışam. Bomba. Çox bomba trekdir bura. Bir orada gitarın akustik versiyasını mənə göstərdi. Mən akustik versiyanı sevdim də dedim, "Ala bu nədir?" Sonra dedi ki, klaviatürə bit yığıb. Biti gördü, baxdım belə ki, birinci mənə tutmadı da tema ki, çünki birinci trek dinləyirsən qalıraq ağılda. Mən deyirəm, ay brat, bunu akustika buxar və burax da, yəni bomba olacaq. Ya yox, bu zordur. Bir dəfə, iki dəfə sonra yağış yağdı bu trekə qulaq asdım. Dedim, "Ala bu bit çox bikdir də brat da." Sırf bu yağış Zor üçün. mahnı, çox qəşəng. Yəni o mahnı klassikadır bura. Başı Şamxalın bağışlamır, oradakı klassika. tembri Hə, bütün çox. treklərdəki tembrindən də Fərqlənir. fərqlənir. Yes. Ya o bit Uzaq mənim çox. Sən özün istədin onu bitin yığasan, yoxsa özü Yox, Şamxal dedi ki, açığı
gətirdi ki, bura belə bir dənə mahnı var. İstəyirəm ki, sən eləyəsən bunu. Hə, çünki özü yığmışdı. Hiss Mən də edirəm. qulaq İstədi ki, asdım mahnı dedim, mənli idi brat narahat olma. Elə üstündən nə bilim bir 10 gün keçmədi heç. Uje demo hazır idi. Çağırdım Şamxalı gəldi O qulaq klip, asdı. o treka klip niyə? o Dedi treka bombadır, belə bir klip dənə çəkilməli dramlara, idi. bir dənə yüngül əl gəzdirərik. Dedim demoda indi brat. Dramlara özü də biraz əl gəzdirdi, verdim, getdi. Orada brat stringslər hamısı canlıdır. Çox hər şey. Yəni trek ümumiyyətlə pikdir brat, hər tərəfli. Canlı dediyin gəlib canlı ifa ediblər. Yox, canlı Hə, şey, canlı səsləri. elektron deyil yəni. Hı. Sonra gitara var, elektron gitara var. Yox, Alt yapısı çox yaxşıdır. Çox Hər ümumiyyətlə tərəf, zor hər trek. tərəf. Yəni işlədiyin bütün bitlər, rap, hip-hopda Bakı bağışlamır birinci yerə qoyarsan. Yox, birinci yerə. Birinci yer nədir sənin Birinci yer. üçün? Öz bitlərindən. Birinci yer yoxdur brat mənim üçün. Yox, belə ən sevdiyim. İkinci yer var. Hə, yaxşı, ikinci yer alsan. Zarmas birinci yer çünki mən düşünürəm ki, mən hələ çox Birinci okey. yeri hələ yazmamışam. İkinci Hə, yer. gələcəyində də həmişə hər şeyin ən yaxşısı olacaq da var. İkinci mənə elə gəlir Gang biti çox güclüdür. Amma məsəl üçün Amma çətin bit deyil axı. çətin bitdi brat. Gangin biti çətindir. Qısaca orada Mövludun da şeyi var, əməyi var, açığı. Bəzi hissələri var ki, orada Mövlud şey eləyir. Axça da tum. Yox, bomba bitdi. Mən də xoşum. Amma Bakı bağışlanma sən nömrə 1-dir mənim üçün. Bakı bağışlanmır çox musiqilidir də. Çox pikdir bura. Şey amma Gang daha çox battle type-dır. Bir sənə görə mən Bakı bağışlamıram, misal üçün Şamxalsız da qulaq asa bilərəm. Musiqisini alacaq. Ancaq Hə, hə. musiqisi. Ona qalsa surfing də bombadır brat. Surfing Bakı bağışlamırın Temu versiyasıdır biraz da. Yox. Surfing surfing. mənim elədiyim bitlər arasında ən musiqili bitdir. Çünki Даже orada telefonu söndürdən də elədi. hamısından ən musiqili surfingdir. Niyə? Surfing də mənim xoşuma gəlir, bura. Yəni prosta Bakı Yox, bağışlamır orada, mənim üçün acəldir. iki qarmoniyalar, bir sənə qədər piano var. Bura alt-alta bəlkə 4 dənə partiya, başqa partiya piano çalmışam orada. Yəni Surfing sample deyil, özün yox, eləmirsən. yox deyil, sample deyil. Sonra Emin bir dənə bomba dövrü var idi. Ən sevdiyim dövrü. Deməli Qarabasma idi, Emin idi. Bir də kim idi? Azad. Azad, hə. Üzeyirə dis yazmışdılar. Azad hansı söz? Yox, o desəm o şeir üçün rap aləti Orxan yox. Qarabasma gəldi ki, bir gün, brat, gəl bir dənə janr eləyək, amma rap eləməyək. Rap eləyək daha doğrusu verseləri, amma janrın özü başqa Reggae, eləyək. Reggae olsun. Mən okey. Nəsə açdım reggae görüm nə var, nə yox. Bob Marley'dən oradan baxdıq ki, hə okey də. Yəni reggae eləmək bizə pozvaliyyət eləyir. Nəsə girdik. Bir dənə No Üzeyir mahnısı. Sormalı idi. Üzeyirə yox. Üzeyrin də təzə bir ki partladan mahnı. Kəsəcəm damarlarımı uje sən nədir? Yəni Marşrutkalar ucu tərəfənirdi də bura. Allah bura bu mahnıya görə marşrutka işə düzələn var idi. Brat hype tutmaq üçün bomba momentdir Yes, də. Biz yes, neyniyək? yes. Bəs No Üzeyir girdik temaya. Nəsə ANS kanalı var idi onda. Bizi dəvət etdilər, orada veriliş var. Kökaltı. Aytən. Hə, deməli momentə bax bir dənə. Üzeyir qonaqdır. Üzeyir çıxdı, oxudu. Sonra siz. Qonaq kimi getdi. Sonra biz çıxdıq, No Üzeyir oxudu. Blin, bütün sayt, nə bilim, səhər durdum ki, job az, nə bilim, joy az, taca. Bakutsat. Cırılır da hər yer ancaq bundan danışır. Sonra başa düşdük ki, biz düz eləmirik, brat. Bu No Üzeyir nə deyir, brat? Amma albom elədik bir dənə biz Orxan Qarabasma ilə. Niyə düz eləmirdiniz? Cavan idiniz, buna qarşı Yox, idiniz, brat. sözünü dediniz də. Qarşıydıq deyəndə, yəni nəyi? Daha da onu şey elədik. O janrı daha da elə bil hype verdik. Yaxşı, Biz sonra də hype Yes verdik. Üzeyir çıxdı. Hə, Yes Üzeyirlədik. Də ki, baxdıq ki, no deyil, davay Yes eləyək. Amma orada da şeylər var idi. Atmacalar. Hə, Üzeyirlə görüşlərimiz də oldu. Ondan sonra Yes üzəyə çıxdı. Bu yaxınlarda da Fit görüşmüşdük. salda olsa zor. Fit məsələləri var idi ondan. Bu yaxınlarda elində bir keçən il söhbət idi. Emin hə. Üzeyirlə qayıtsan amma pikolar. Hə, Üzeyirlə Neçə ildir? Üzək sözü rap buraxmışdı da burada. Üzeyir- Bir dənə kapşonla Bir dənə kapşon da kapşonla- vardı. Mən Üzeyirlə bir dənə babat proyekt eləmək istəyirəm. Biz hətta görüşdük. Çox saz oğlandı deyirlər. O İnsan dinlə kimi. mən, bir də başqa bir adam var onunla görüşdük. Söhbət elədik. Çox alicənab, mədəni, çox hər şey yerində adamdır da. Hə, bura biz danışanda musiqidən danışırıq. Biz insanlıq çox gözəl keyfiyyətindən insandır. danışmırıq axı heç vaxt. Hər cür şəraiti var, özü yazır, özü pozur, aranjman, hər şey. Ona özü- soruşmadınız, avtotune hardan eşidib eləyib?
yox, brat, oralara girmədik. Biz Mən çox maraqlıdır. O da bizə avtotun orada işləyir. O da bizə brat şey verdi. Okay, yəni eləyək. Mən bu yeniliklərə açığam falan. Prosta o adını çəkmədiyim artistlə onun arasındakı şey nəsə bilmirəm, yəni alınmadı. Belə bir söhbət var idi, əgər mən onu deyirəmsə, xəbərlər də paylaşmış ki, Pasterlə Üzeyrin fit olmalıdır. Əgər bu söhbəti deyirsənsə, bu paylaşılmışdı, belə bir tema olacaq. Pasterdə olar. Hə, o cüzdür. Bəlkə o paylaşılmır, düzdür, amma yəni belə bir tema var idi. Biz bilirik, brat. Hə, okey. Pastera görə istəmədi, niyə görə? Yox, Pastera görə istəmədim. Onların nəsə alınmadı, bilmirəm, işbirlikləri. Bir dirildə Üzeyir yaxşı girmədi orada. Amma biz istəyirdik ki, nə edək? Onu Üzeyrin staylında ümumiyyətlə çıxaraq ümumi bütün altyapını, aranjmanı, bütün sözlərini də hətta biz yazaq. Üzeyri başqa tərəfdən göstərək. Meyxana zət yox. Hə, prosta gəlsin oxusun. Nəsə alınmadı, amma bomba proyekt ola bilərdi. İstəyərdim. Çünki o söhbət gəzirdi, hamı paylaşırdı ki, Pastor Üzeyinlə şey eləyəcək. Doğru, özü bir də paylaşmış. Bəlkə Pastor sətirlərinə görə istəmir, çünki Pastor sətirlər. Yox, hələ yazılmamışdı mı? Yox. Ondan qabaq Pastorun dediyi sətirlər söhbəti var. Üzeyir istəyirdi. Üzeyirlə danışırdı. Deyirsən ki, Pastor. Yox, deyirəm Pastorla Üzeyrin arasındakı kontaktlar dayandı niyəsə, bilmirəm. Yəni söhbət elə bil ki, pişmədi də, belə deyək. Ortada prosta qaldı. Bəs indi Pastor deyirsən, dedin ki, bəs Pastorla iş çətin idi deyən bir moment işimiz dayandı ki, çox şeylər qarşıdı. Bəs onun ekspertlə nətər oldu? Ekspertlə də bomba aydın zad çox əla. Sizə bir dənə şey deyim. Mən ümumiyyətlə Azərbaycan rap tarixində müəyyən də 2009-dan bura qədər gəlmişəm. Mən nə bilim saysız artistlərlə, reperlərlə albomlar eləmişəm, singlelar çıxıb. Mən ekspert kimi mənə dəstək olan reper olmayıb. Nə mənə də dəstək məsələn? Yox, ekspert çox hype verib, brat. Mənə həm hype-dan da əlavə sən elə deyirlər, başa düşürdü. Məni məsəl üçün Snapsa ekspert gətirib. Tut belə qolundan gətirib ki, sən məndən burdasan. O söhbət yadımda deyil. Ora hansı moment idi ki, yəni sən ekspertlə işləyirdin? Ekspertlə biz bir məhəllədə qalırdıq. Hə, yadımdadır. Даже video Orxan Qarabasmazad. Belə binada qaldı. Elə bir ki, Şəhriyar bu eyni binada, əslində sonra köçdü o tərəfə. Eyni binada. Birinci mərtəbədə olurdu, ikinci mərtəbədən bunu blok fərqlərimiz var idi. Bir tez-tez görüşürdük. Bu Amerikadan gələndən sonra həyətdə falan filan istərsəməz musiqiyə gedir, söhbət çatır və kontakt yaranır o söhbətlərə. Başladıq işləməyə Çantanda birinci trek. Çantanda işlədik və mahnını buraxdıq və mən hələ Snaps'da deyiləmsə, bu 2018-dən danışıram. Sonra elə oldu ki, başqa artistlərlə də işləmə. Məsələn, Pasterdə qoşuldu. Sonra Dost Şahruz falan filan belə. Sonra oradan Orxan Zeynallı ilə məsəl üçün ekspertin treki eşələmə çıxdı. Odi və belə başladım fəaliyyət göstərməyə. Sonra Snaps'a daxil oldum və başladıq işləməyə. Yəni ekspertin mənə çox dəstəyi kömək olub. Sadəcə bizim işbirliyimizin dayanma səbəbi onun özündən oldu. Biz bir dəfə elə bil ekspert ayrıldı ümumiyyətlə Snaps'dan bizim aramızda idi. Nə deyim? Şamxal da bu barədə demişdi. Elə eyni necə var elədir, düzdə danışıb heç bir şey əlavə nəsə demək istəmirəm də o barədə. Sadəcə qrupa yazdı ki, mən nə Audi ilə, nə Drake-lə, nə də Clavis-lə işləmək istəmirəm, işbirliyimizi dayandırıram. Və salam. Ondan sonra bizim işbirliyimiz dayandı və heç bir track falan işləməkdə qaldı elə. Amma sonra qayıtdı. Sonra qayıtdı. Just Business zad onda başladı. Sonra Just Business bir-iki dənə track çıxdı da sonra mən onun bir dənə albomu çıxdı. Aydın da var idi, niyə? Hətta bir-iki dənə track çıxdı. O şey qaldır qoy mənim hype-ım ağır. XX sən yazmışdın bitini. Onlar deyəsən free idilər. Mən şey yazmışdım.
əlin qoyur çiyninə, nə bilim deyir. Uranla Yox, yox. o birinci Uranla fit olmalı idi deyən yadımdan elə qalmışdı. Oturmuşduq. Sonra Clavis çay elədi. içirdik. Hə. Sonra gedib pay içini. O da 2 100K, qatda paylaşmışdı. 100K. 100K. Hə. O da 2 qatda paylaşıldı. O da təzə şeydir, nə keçmişdi stilinə. Neçə vaxtdan sonra bir daha bunu buraxdı. Çiqat əslində Pasterlə Expertin albomu olmalı idi. Hə. Çiqat elə yaranıb o söhbət. Onlar albomu olmalı idi, o şeydə çıxmalı idi. O platform. O 15-ci mərtəbə zad var idi, o stillər var idi. Sonra o albom ləğv olundu. Belə davam elədi. Biz də onu trek şəklində çıxartdıq 100K-nı və 2 qatda çıxartdıq. Amma o zor trekdir. Oturmuşsun çayxanada. Hə. Amma o trek çox köhnənin treki olub. Əslində var olub o trek. 100K. Hə deyəndə Uranla fit olmalı idi əslində məncə. Dəyişdi, biti biraz başqa stildə Versin axırda da dəyişdi. yığdıq. Axırda da mən həmişə sound loqonu əvvələ qoyurdum. Clavis on the track sonra bitə girirdi də. Şəhriyar dedi ki, bəs Clavis on the track-i də əlavə elə də ora. Dedim, bura bu düz gəlmir. Qabağında elə bil ki, o effekti vermir də. Mənlə istələmir. Gəl bunu axıra salaq. O da elə oldu ki, o cümlənin axırında belə deyir də, dairə əlini qoydu çiyninə və dedi ki, Clavis on the track. O big şeydir. İstəmədən olur. Zırıldıq Sonluq- gülməkdən sonluq orada pikdir, Şəhriyarla da açıldı gülmək ki, bəlkə belə qalsın elə. Mırta qoymuşdum mən ona. O trek çox. Dedi, ay o qalsın. Mən okey qalsın. O trek düzdür, daha çox baxış gözləyirdim o trekdə. Sonra- amma dillər əzbəri oldu o trek. Sonra Expertdən də bir dənə fitim çıxdı. Ağzı görə deyirdim. Lorem Ipsum. Hə. Son nə qədər dinləyici yazdı ki, brat, onun bir dənə verse-lərini atın görə sən nə deyirsən? Bəlkə həbibi ciddi də. Heç kəsə də heç nə Niyə demədim. belə Amma yazdın? ilk dəfə burada açıqlama verim ki, orada heç bir Söz söz deyil. yoxdur. Ondan sonra Nicat oğurladı rəyana. Nə şey hə, elədi. ingilis Bəs niyə belə elədin? Mən dedi ki, brat, bu mənim hissəmdir. Bu tərəf mənim hissəmdir. Bu tərəf sənindir. Verse yaz. Aha. Bu yazdı verse-lərini. Sən deyirsən ki, mən ekspertdən sonra nə yazdım heç nə. Yox, elə demədi açığı. Amma belə daha zordur. Yox, elə olsun. Hə. Baxdım Şəhriyardan sonra mən ikinci Şəhriyarına ehtiyac var. Yazmadım da girdim ki, brat, mən belə demək istəyirəm. Rap deyil, mən belə nə fərqi var? Kantazor sound göstərir. Necə nə fərqi? Heç nə yox, sözü. Bəlkə ingilis reperlərinə qulaq asırlar, hamısını başa Yox, düşürlər. əslində necə oldu? Zarafası necə oldu? Niko gəlmə yerimə oturdu. Yox. Söhbət necə oldu? Mən trek yazanda necə yazıram? Birinci kantan yazıram. O başa Sonra sözlər elə. Mən o kantanı qoydum. Ola söz yaza bilmədin, yazma. Söz yazmaq istədim. Şəhriyar gəldi dedi ki, brat, belə də bombadır. Bəlkə bu belə dedim, okey. Bombadır, buraxaq da. Ümumiyyətlə Emin qoyduğu kantalar heç kimə söz yaza bilmir də. Heç özü də Heç yaza özün də bilmir. yazmır. Öz də yaza bilmir. bir də o yadına düşür. Elə şey də Çeyni arvadını Kenny yığışdıran arvadı biti. yığışdırıb biti var ha. Onu mən əslində onu istəyirdim ki, özüm solo track kimi Clavis həm beatmaker kimi, həm solo artist Amma kimi bilirəm, də onu demişdim. istifadə edirəm. Danışırdın onu. Zəng elədim vaxtı ki, brat, mən ilişmişəm burada, söz yaza bilmirəm. Gəl bəlkə bir yerdə necə eləyək, kömək elə mənə. Dedi ki, pajalost. Nəsə gəldi, oturduq, nə bilmirəm. Yazdıq Pik xeyli. yazmışdıq, özü bomba yazmışdıq. 70%-ni yazmışdıq. Bir dənə nəqarət qalmışdı, başa düşdüm belə. Qoyduq belə ki, sonra davam eləyək də bu günlərim qalsın belə. Bunlar gecə oturublar, Expert, OD. Özü də biz o minusu çıxartdıq, robot stola ki yazırıq. Onlar da gəlib axtarırlar. Pasteri. Bunlar da oturublar ki, biz nəsə eləməliyik, davay bir Ağzına gələn yazdılar. Gəlib robot stola bit var. Gəlin birlikdə nəsə bir dənə mahnı eləyək zat. Nəsə mən də olmamışam studiyada, vaxt o da yoxdur, heç kəs yoxdur. Özləri 3-4 nəfərdirlər. Nəsə açıblar ki, burada nə var? Bit var bir dənə. Açıblar dum 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 gedir də. Nə zor davay yazaq. Ağızlarına gəlir. Həmin vaxtda karantindir, müharibənin o qızğın vaxtları. Ay nə edək, kimə yazaq? Çeyni arvadı. Kenin arvadı bəs şeydir də. Nədir bu? Nəyin ki arvadı? Baldızsız arvadı. Hamısı təqliylə. O deyir oradan ki baldızların. Orada pasta 2 dənə sətri deyir də. Orada ən big comment. Pasta əslində yox imiş. Sonradan deyib ki, al sən də ol. Yəni orada komment var. Pasta gəldi, 2 kəlmə sözü çıxdı getdi. Səhər durdum ki, Uca trek online. səhər durdum ki, şey var da orada, bildiriş var. Bastım ki, bu nədir o? Mən bitim gedirəm burada. Bu maskası rəhdə də bir dənə cover yığdırıblar Elşada. Ondan sonra qaraçı buraxdılar treki. Onu nə edə bilərəm bu heç nə. Bir də bir dənə pik istoriya var idi. Pastanın Axtar trekində. Onda şeyi gətirib, Emini gətirib pastırçı bəs albomun musiqi tərəfi Eminə aid olacaq. Mən də SWAT şeydən zapis edirəm. Pik tərəfi. Şeyi gətirib özündən nəqarətə Elay var idi. Elay var, Defy Elay. Fly to Lənkəran zad axırdı. Bildim. Elay gətirib, boşum. Necə yadımda bu kadrlar.
Elaydı mənəm, Pərviz də Emindir. Hoşum şey deyir ki, Emin deyir ki, bəs mən onları götürüm zapisi, bitsal yığacam. Demə problem yoxdur. Hoşum Elay deyib nə qədər oxuma, Emin verir. Yox, elə oxumursan. Axtar, hoşum görsədir. Emin görsətdikcə Elay başa düşür ki, bu məndən zor görsədir. Mən bunu kimi eləyə bilmirəm, nə? Hoşum belə Pərviz belədir. Bir dənə gözlə, hoşum. Elay necə qov da orada. Ha, İsmail götürdü səni. Qapıdan yola saldı. Qapıdan açdı ki, brat, sən get evə cincəl, sabah gələrsən. Saldı Emin Çeviz ama özün oxudu. Sən elə bomba eləyirsən, sən elə qalsın elə. Buna Bomba trek edəcəz də Murat. Murat, adətən bizə qonaq gələndə nə edir bax o qonaq gələndə? Freestyle eləyir, nə bilim çıxanda aparıcının cibinə 20'lik basır. Baxır qonağa da. Baxır qonağa da. mən elə minliyi bassam olar. Oy, sən o gələk. Amma cibimizə yoxdur, sənəyə. Oy da, problem salır yoxdur. belə. Çənəvə sal buradan da problem. Murat, DBG qrupunun üzvü. O nədir brat? DBG qrupu sənin ən birinci qrupun olub. Mingə çevirdi. Dünya belə gözəldir. Dünya belə gözəldir. Elə bir şey var. Allah yox, indi dedim. DBG qrupu olmayıb. DBG nədir brat? Yox, olmayıb. KGB olar. Roman falan. Mingə çevirdi qrupun olmayıb, rap qrupu. Mən Mingəçevirdə rap deməmişəm. Deməmsən. Yox, promo gəlmişəm bura hərbi xidmətə oradan. Mən bunu araşdırıb kommentlərə atacağam. Roman adlı reperdə tanımırsan o vaxt. Roman. Ləqəbi olub Roman. Ha, elə bir şey xatırlayıram, amma mən onda brat rap demirdim yəni, başa düşdün. Yaxşı, Mən də var amma gəlmişəm ondan sonra Roman yazırdı. Roman yazırdı. Aha. 15. Freestyle olmayacaq belə baxıram. Freestyle rapperlər desin də brat. Mən rap demirəm axı. Mən Bitçiyəm. musiqiçiyəm, nə bilim, beatmakerəm. Nə olacaq? Beat olacaq. O kim deyəcək? Yoxsa deməyə Yox. ehtiyac yoxdur. Sizə belə deyək də, freestyle yox. Çənə podkastı üçün jingle ya nə bilim soundtrack deyə hədiyyə eləmək istəyirəm. Qonaq belə olar, belə. Bu jingle'ları Eminin 2000, 3000 olur. İndi avtomatik deyəsən biz borclu qalırıq. Ona görə də 1000 atsan olar baya. Hə. Biz ona necəsə qulaq asa bilərik. Qulaq asa bilərik, özümdən gətirmişəm. Amma yəni opsi verişlərdəki kimi qabaqcadan mən qulaq asmamışam, mən bir dəfə qulaq asacağam. Bəyənməsəm, yəni Emin bilir də mənim. Yox, bu hədiyyədir. Hə, ona görə bəyənirəm, əladır. Hə, əgər sizin Hədiyyə verilən atın dişinə baxmazlar. Bəli. Belə bir şey var. mən düşünürəm ki, Elədir. sizin kontentə çox uyğun gəlir. At dişi. Referens də nədir burada əslində? Bu maşın show verilişi var. Orada show biznesin Qaymaqları. Qaymaqlar nədir? Show biznes nümayəndələri çox çıxış eləyir. Düz reperlər də olub bir iki dəfə, amma çənə düşünürəm ki, Azərbaycan rapində, hip-hop camiasında belə deyək də, yeganə rap verilişdir. Ona görə Çox sağ ol, var olasan. Çənə adlı soundtrackimi təqdim etmək istəyirəm. Buyurun. Belə göstərə bilərəm yoxsa? Göstər. Sonra onsuz da videosunu qoyacağam. İndi kolonkamız yoxdur, kasıbıq. Nə kanalga ehtiyac yoxdur. Okey, getdik. Mən qulaq Çənə podkast. Stol üstündə olan. O bir aynı. Maskanı çıxartdım ona nəsə dediyimiz adı belə. Məncə demək olar. Oydu belə bir dənə anons yazırsan. Özü deyil. Vay. Çox millidir burada. Zor, aş istədirəm. Vay. Xalodla yığırıyor görəm. Acmısan Əlcə? Bərk. De burası oxşardı ona. Zurna yeri oxşayır. Hə, oldu. Bu sıfırdan özü yığmışam da. Rasta da. Ay, yaxşı. Elədir. O qəşəng. Ən sevdiyim də bu. Burası var.
2 dənə kurasandır da. Ey. Möhtəşəmdir. Xeyirli olsun. Sağ ol. Çox Bunu sağ ol sata abi. bilərəm də yəsiz. Məşhur çaya baxırsınız. 800 yazılır. O dayan da o. Bir də qoy. Ay, bəs bir də. Özünüz qoyarsınız.